Növbəti mövzumuz başqalarının söz və sirrini öyrənməyə çalışmaq. Bəlkə də bu günah digər böyük günahlar kimi deyil. Allah Cəllə Cəlaluhu belə buyurur: Bir-birinizin eybini, sirrini arayıb axtarmayın. Hucurat surəsi 12-ci ayə. Abdullah ibn Abbasdan, Allah ondan razı olsun, Peyğəmbərin aleyhissalam belə buyurduğu rəvayət edilir. Kim bir qövmün, yəni bir qrup insanın söhbətini onların istəmədikləri halda, onun dinləməsini pis gördükləri halda dinləyərsə, qiyamət günü qulaqlarına ərdilmiş qurğuşun töküləcək. Kim də bir şəkil çəkərsə, ona əzab ediləcək və ondan çəkdiyi şeyə ruh üfləməsi istəniləcək. O da bunu edə bilməyəcək. Səhih Əl-Buxari, Əl-Camius Sahih, Kitab-ı Tabir.